Sonuncu reportajımız isə öz dünyası olanlar barədədir. Söhbət autizm xəstəliyindən əziyyət çəkənlərdən gedir. Onların sayı günbəgün artır. Ən dəhşətlisi isə odur ki, əməkdaşımız Elnarə Məmmədova bu barədə reportaj hazırlayarkən valideynlər arasında övladlarının bu xəstəliyini hətta yaxın qohumlarından belə gizlətməsinin şahidi olub. Uşağın adını çəkdikdə, çağırdıqda, müraciət etdikdə dönmürdü, baxmırdı. Biz onu bənzədirdik ki, yəqin fikir vermir. Bir çox həkimlərə də götürdük. Bunun adına hiperaktivlik, diqqət yayğınlığı, buş kimi şeylər qoydular, ancaq autizm deyən olmadı. Autizm sindromunun adını Almara xanım övladının 1 yaş 8 aylığında eşidir. Elə ondan sonra da bu sindromun nə olduğunu araşdırmağa başlayır. Özünə qapanma, göz kontaktından yayınaraq yaxınlarına qarşı biganə münasibət və s. Körpəsinə kiçik canında bu qədər arzu olunmaz xüsusiyyətləri cəmləməsi anada bir anlıq ruh düşkünlüyü yaradır. Amma yaradanın sonsuz inamı onu bu çətinliyin öhdəsindən gəlməyə kömək eləyir. Bir neçə aylıq məşğələdən sonra övladı ətrafda baş verənləri duymağa başlayır. Çoğu kendine dokundurmaz, öptürmezler. Bunların hepsi duysal bir problemdir. Biz ne yapıyoruz? Çeşitli uyaranlarla, vücudunun motor hareketlerle, arkadaşımın gösterdiği gibi çalışmalarla önce uyarıyoruz bedeni. Daha sonra bu beyne sinyaller gönderiyoruz. Bu duyğu orqanlarının işlək vəziyyətə gətirilməsi autizmli uşaqlarla aparılan məşğələlərin özünlüyünü təşkil edir. Çünki onlar çox vaxt özləri bilərəkdən ətraf aləmdən impulsları qəbul eləmir, müəyyən şeyləri görməməzlikdən gəlir. İnformasiya qəbul edən analizatorlarını işə salmaqdan imtina edirlər. Bu isə onlara yanlış diaqnozun qoyulmasını gətirib çıxarır. Durduğu yerdə uşaq deyə bilər ki, Alma, Azərbaycan sözü deyə bilər, amma onu təkrar eləməyə də bilər sonra. Və bu da valideyni aldadır. Valideyn fikirləşir ki, aha, bu 2-3 dənə söz dedi, bitdi. Nə vaxtsa kiməsə oxşuyur, dayısına mı, əmisinə mi oxşuyur, bu danışacaq. Amma müddət keçdikcə görürük ki, yox, bu proses həyata keçmədi. Dünya təcrübəsi isə göstərir ki, bu cür uşaqlarla düzgün psixoloji və defektoloji məşğələlər aparılarsa, uğur əldə etmək mümkündür. Məsələn, autizm sindromundan əziyyət çəkən Vernon L. Smith 2002-ci ildə iqtisadiyyat sahəsi üzrə Nobel mükafatına layiq görülüb. Bu sindroma malik olan insanlar arasında məşhur riyaziyyatçı, müğənlər də az deyil. Bugün ölkəmizdə autizm sindromundan əziyyət çəkən 500 minə yaxın uşaq arasında da istedadlar az deyil. Bu rəsmlərin müəllifi də məhz bizim balaca autizm sindromlu uşaqlarımızdır. Çox qəribədir ki, bu uşaqların bəzilərində zəka problemi olmur. Yəni bunların IQ-sini yoxladığımızda tam normal uşaqların IQ-sindən üstün də çıxa bilir bəzən. Autizm pozuntuları ilə yaşayan insanlara diqqət yönəltmək üçün BMT 2008-ci ildən başlayaraq bu günü Dünya Autizmlə bağlı məlumatlandırma günü kimi qeyd eləməyə başlayıb. Çünki dünyanın autizmlə bağlı rəqəmləri indi həyəcan siqnalı çalır. Ümumdünya Səhiyyə Təşkilatının açıqladığı rəqəmlərə görə son 10 ildə onların sayı 1000 dəfə artıb. Başqa sözlə desək, hazırda hər 88 uşaqdan biri autizm sindromu ilə dünyaya gəlir. Ciddi göstəricidir. Biz isə bu göstəricini yalnız belə uşaqlara xüsusi diqqət ayırmaqla azalda bilərik.